Mingəçevir Dövlət Universiteti və 9 Eylül Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli sərəncamına uyğun olaraq keçirilən tədbirlər silsiləsi çərçivəsində dil, təhsil, tədqiqat və dayanıqlılar sahəsində müasir problemlər mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir öncəsi ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dərin ehtiram nümayiş etdirilib. Daha sonra Dil Sərhəd Tanımır adlı kitab sərgisinə baxış keçirilib. Konfrans ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardından Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan olunub. Açılış nitqi ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dil, təhsil və tədqiqat sahələrinin qarşılıqlı əlaqəsi müasir dövrdə bilik cəmiyyətinin formalaşmasında əsas dayaqlardan biridir. Rektor çıxışında konfransın 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmasının simvolik və elmi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova çıxışında dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, mədəni intelliktliyin və tarixi varisliyin əsas daşıyıcısı olduğunu vurğulayıb. Mahirə Hüseynovanın çıxışından sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomu və şərəf ordeni təqdim olunub. Tərtib mərasimində qeyd edilib ki, Anar Eminovun elm və təhsil sahəsində fəaliyyəti, beynəlxalq akademik əməkdaşlığın inkişafına verdiyi tövhələr yüksək qiymətləndirilir. Konfransda çıxış edən digər natiqlər Türkiyə Cumhuriyyətinin baş konsulu Rəcəb Öztob, Prezident Kitabxanasının direktoru Professor Afət Abbasova, Milli Məclisin deputatı Elnarə Akimova, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan ədəbi dilin inkişaf mərhələlərindən bəhs edərək qeyd ediblər ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də bədii düşüncənin ifadə formasıdır. Mingəçevir Dövlət Universiteti və Türkiyənin 9 Eylül Universiteti birlikdə beynəlxalq bir konfrans təşkil etmişdir. Konfransın əsas məqsədi təhsil, dil və tədqiqat sahəsində olan problemlərin araşdırılması, həmçinin ortaya çıxa biləcək nöqsanların aradan qaldırılmasıdır. Düşünürəm ki, bugünkü tədbir həm də Prezidentin yanvar ayının 14-də imzaladığı Azərbaycan Mədəniyyət Konsepsiyası 2040 həmin layihəyə də uyğundur. Çünki həmin konsepsiyanın da əsas bəndlərindən biri məhz Azərbaycan dilinin qorunması kimi mühüm istiqaməti əhatə eləyir. Mahirə xanımın gözləntiləri çox böyükdür. Mingəçevir Universiteti son illər belə uğurlu addımlarla, iri addımlarla elm sahəsində, təhsil sahəsində, beynəlxalq əlaqələrin gücləndirilməsi sahəsində gördüyü işlər onu deyir ki, ona əsas verir ki, bu konfransdan da gözləntilərimiz mütləq müsbət olacaqdır. Qeyd edək ki, beynəlxalq elmi konfrans 19 may tarixində panel müzakirələri, paralel sessiyalar, bölmə iclasları, akademik workshoplar və elmi pratik forumla öz işini davam etdirəcək. Qurban Vidadioğlu, Rahim İbrahimoğlu bu gün informasiya proqramı üçün.